Biz sizdən Aksesdən tanış olduq. Aksesdə cədvəllərin yaradılması və cədvəllər arasındakı əlaqələrə baxdıq. Bugün biz sizdən baxacağıq sorğular, formalar və axtarışlar, hesabatlar. Evet. Deməli, bizdə sorğular nə üçündür, formalar nə üçündür? Gəlin baxaq. Sorğular adından göstərdiyi kimi sorğu göndərmə, yəni bir növ hesab edin ki, Aksesə sual vermək üçündür. Sorğular bizdə adlanır, deməli, yaradılır Create-dan Queries bölməsindən. Biz burada məsələn Query Wizard-ı seçə bilərik. Açdıq. Bizdə OK vurduq. Gəlir ki, biz nəyi göstərək? Cədvəllərimizi seçirik buradan. Hansı burada olan cədvəllərimizdir. Məsəl üçün, mən ali məktəbi seçdim. Ali məktəbin adı daxil etdim. Hamısını daxil etmək üçün altdakı qoşa ox düyməsini vururlar. Sonra gəldim abituriyent cədvəlindən. Mən abituriyentin soyadını və adını daxil etdim. Və ixtisaslar cədvəlindən də ixtisas adını daxil etdim. Next-i vurduq. Next. Finish. Bizdə artıq bu sol tərəfdəki cədvəllərin əsasında yeni bir sorğu yaradılmış oldu. Biz sorğuda əvvəlki cədvəllərə baxsaq, məsəl üçün, tutaq ki, ali məktəb cədvəlinə baxsaq, görürük ki, bizdə bir dənə ali məktəb kodu var və ali məktəbin adı var, düzdürmü? Və yaxud da ixtisaslara baxsaq, ixtisasın adı və ixtisas şifri var. Abituriyentlər cədvəlində də abituriyentlərin adı, soyadı və ixtisas kodundan ali məktəbin kodu var. Amma biz gəlib sorğumuza baxsaq, görək ki, sorğu bizə istədiyimiz tərzdə informasiyanı təqdim etdi. Yəni, biz sorğunu quranda dedik ki, bizə deməli, ali məktəbin adını göstər, tələbənin adını, soyadını göstər, bir də ki, ixtisası göstər. Baxsaq görək ki, məsəl üçün, hər birini ayrı-ayrı da göstərir, digər cədvəllərdən qurma. Və burada nəyin hesabına olur? Əvvəlki dərsdə baxdığımız cədvəllər arası əlaqə. Məsələn, cədvəllər arası əlaqədən göstərir ki, tutaq ki, kimdir burada? Nuran oxuyur BDU-da, Bakı Dövlət Universitetində, informatika ixtisasında. Və həmin o qurduğumuz əlaqələrə görə də bizdə dediyim kimi sorğuda cədvəl göstərdi. Aydındır? Bəs formalar nə üçündür? Sorğu deməli nə üçündür? Verilənlər bazasındakı informasiyanı vizuallaşdırmaq üçün, göstərmək üçün, daha əlverişli şəkildə təqdim etmək üçündür. Formalar nə üçündür? Formalar bizdə verilənlər bazasına informasiyanı daxil etmək üçündür. Yenə də Create bölməsində Formusdan yaradılır. Form Wizard-dan biz bayaqki kimi, eyni bayaqki kimi hansı informasiyaları daxil edəcək, onu seçə bilərik. Məsəl üçün ki, biz soyad, ad, bayaqkına uyğun düzəldək də. Ali məktəb adı, ali məktəbin adı və ixtisasın adını daxil etmək istəyirik. Next. Aha. Finish. Bizdə bu şəkildə gəldi. Aşağıda bizdə çevirən oxlar var. Biz çevirə-çevirə baxa bilərik həmin tələbələrimizə, yəni cədvəldə tələbələr cədvəlinin əsasında və 7-yə çatdı və yaxud da buradakı düyməni birbaşa çıxmaqdan biz yenisini əlavə edə bilərik. Eyni tələbənin soyadı, adı, ali məktəbin adı, ali məktəbin ixtisasının adı, bunları daxil etməkdən yeni cədvəllərdə yeni yazılar yaratmış oluruq. Aydındır bu? Okay. Sonra bizdə nə gəlir? Sonra bizdə gəlir hesabat. Hesabat da bizdə yenə də Create-dan Reports-dan yaradılır. Hesabat informasiya son baxış kimi təsəvvür eləmək olar. Belə deyək, əsasən çapa getmək üçün nəzərdə tutulur və yaxud da ümumi yekun cədvəli hazırlamaq üçün nəzərdə tutulur. Yenə də Report Wizard-dan eyni hazırlama qaydası başqa əvvəlkilər kimidir. Məsələn, mən abituriyentin iş nömrəsini, soyadını, adını, cədvəlimizi dəyişirik. Ali məktəblərdən də ali məktəbin adını, ixtisaslardan da ixtisasın adını daxil etdik. Next. Okay, yaratmış oldu. Hər bir abituriyentin iş nömrəsi, soyadı, adı, ali məktəbin adı və ixtisası. Yəni ki, iş nömrəsi nədir, adı, soyadı nədir, hansı məktəbdə
hansı ali məktəbdə, hansı ixtisasda oxuyur. Aydındırmı? İndi gəlin sizdən axtarışa baxaq. Biz sizdən əslində axtarışı keçmişdik. Axtarış maskaları var idi bizə, yadınıza gəlir. Sual var idi, ulduz var idi. İndi həmin onlardan istifadə edəcəyik. Bir qədər də fərqli istifadə edəcəyik. Baxaq. Yəni, daha doğrusu nətəri? Əlavə fərqliliklər də var. Gəlin biz bir neçə məsələnin timsalında baxaq. Birinci məsələdə bizə deyir ki, son 5 ildə çap olunmuş kitabların siyahısı lazımdır. Biz nə edirik? Axtarışa verəndə kitabın buraxıldığı, kitablar cədvəli üçün, yəni kitabların adı, ola bilsin orada başqa cədvəllər də var, məsələn, oxucuların cədvəli var, kitabın verilmə tarixi cədvəli var. Biz kitablar cədvəli üçün sorğuda, axtarışda cari il, yəni hazırdakı il çıxaq, kitabın nəşr ili, kitabın yəni buraxıldığı il kiçikdir, bərabərdir 5 götürürük. Bu zaman bizdə son 5 ildə, yəni ki 5 ildə bərabərdir, ona görə yazdıq ki, son 5 ildə deyəndə 5 il bundan qabaq da daxildir da. Yəni son 5 ildə biz məsələn tutaq ki, kitab çıxıbdı 2021-ci ildə. Cari il nədir? 2025 çıxaq kitabın buraxıldığı il neçə eləyir? 2021 nə eləyir cavabda? 4. 4 bura uyğun gəlir. Məsələn kitab buraxılır məsələn 1995-də, cari il 2025 çıxaq 1995 elədi 30. Bura uyğun gəlmir, çıxartdıq. Aydındır? Yəni o bizdə sorğuda görsənməyəcək. Altdakı nümunəyə baxaq. Kitabxanada adları İ hərfi ilə başlayan. Biz bunu keçmişdik sorğuda, sorğu deyəndə axtarışda. Nə təri idi? İ, ulduz. Axtarışda İ, ulduz verəcək. Bu zaman adı İ hərfindən başlayan bütün, belə deyək, kitablar çıxmış olacaq. Baxırıq başqa bir nümunəyə. Kitabxanada adları, baxın, informatika, informasiya sözləri ilə olan kitablar axtarılırsa. Bu zaman nə edəcək? Bu zaman bizdə, baxın, burada eyni sözlər demək olar ki, bir dənə bizdə T ilə S fərqlidir, K ilə də Y fərqlidir, düzdür? Bu zaman biz nə qarırıq? Yazırıq axtarış bölməsinə də istə. İnforma, ulduz, İ, ulduz, A. Yəni bu şəkildə yazanda bizdə informasiyada çıxacaq, informatikada çıxacaq. Kitabın adlarında bu varsa artıq bizdə. Bir də sonda ulduz heç yadıma düşmür. Çünki deyir adı bu sözlərdən başlayır. Məsələn, informasiya texnologiyaları, informatikanın tarixi və s. Nə olsun, müxtəlif kitablar bizdə çıxacaq. Başqa bir nümunəyə baxaq. Deməli, bizdə deyir son 3 ildə daxil olan və adında informatika sözü olan kitablar. Artıq bir qədər mürəkkəbləşdi axtarış. Deməli, nə edirik? Sorğuda and-dən istifadə edəcəyik. Bizdə var idi hissəciklər. And var idi, or var idi, not var idi, düzdür? And, or, not. Kitabın adında biz bayaqki kimi informatika deyir olan yazırıq. Ulduz, informatika, ulduz və and qoyuruq. And, cari ili, çıxaq nəşr ili kiçikdir, bərabərdir. 3 bayaqki var idi, axtarışda son, belə deyək, 5 ildə olan kitablar. Bax, əvvəlki 2 dənə misalı biz birləşdirmiş olduq. Sonra, bir nümunəyə də baxaq. Bizdə deyək ki, kitabxanada adında informatika sözü olmayan kitablar axtarılırsa, İndi biz baxırıq. Bizdə 2 cür eləyə bilərik bunu. Bərabərdir var, bir də bərabər deyil var. Bərabər deyil. Aydındır? Biz onda yazacaq kitabın adı bərabər deyil. Bax, burada bərabər deyil. İnformatika. Yəni kitabın adında informatika sözü olmasın. Və yaxud da biz not hissəciyindən istifadə edəcəyik. Deyil, not hissəciyindən istifadə edəcəyik. Not, kitabın adı bərabərdir informatika. Yəni ki, kitabın adı bərabər deyil informatika və yaxud da kitabın adı not bərabərdir informatika bizdə eyni hissəciklərdir. Aydındır bu?